Abbas Abbasovun evində axtarış aparılıb. Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində istintaq olunan Sabik Prezident aparatı rəhbəri Ramiz Mehdiyevin işi üzrə cinayət məsuliyyətə cəlb olunması barəsində axtarış elan olunan Baş nazirin Sabik birinci müavini Abbas Abbasovun Bakıdakı mənzilində axtarış aparılıb. Yeni Sabah günün Səsi infoya istinadən bildirib, Abbas Abbasovun Bakıda bağ evində və əsas yaşadığı mənzilində axtarılan axtarışda onun ailə üzvləri də iştirak edilib. Və Abbasovun ötən illər ərzində Rusiya hökuməti və ayrı-ayrı qurumları tərəfindən aldığı mükafatlar, fəxri fərmanlar və s. sədədilər istintaq qrupu tərəfindən götürülüb. Bəli, Abbas Abbasov 1992-ci ildən Baş nazirin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildən tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.